Bir daha hoş gelmişsiniz aziz Kəlbəcərlilər ve Kəlbəcərin Azerbaycanımızın müstakilliği uğrunda canların koyan kardeşler. Her ikiniz hoş gelmişsiniz. Sağ olun, hoşunuza gelir. Ben söz demək için sözü verirəm. Kəlbəcərimizin değerli insanlarından biri var. Kəlbəcərə Qayıdış İctimai Birliği'nin Ali Məclisinin İdarə Heyətinin sədri hörmətli Elşən müəllim Nağıyevə. Elşən müəllim buyurun. Hoş gelmişsiniz bir daha. Sağ olun, Hoş teşekkür geldiniz. ederim. Hoş geldiniz. Hoşunuza gələk. Azər bəy, həmişə sizin bu süfrə bizi belə mehribançılıqla açıq olsun, bol olsun. Həmişə qulluğumuzda. Tanrının bu gününə şükür olsun ki, bugünkü Ağdərə yolu ilə arzuladığımız o yolu bizə nəsib elədi. Və Ədil bəyə də təşəkkürümü bildirirəm, Vüqar bəyə də təşəkkürümü bildirirəm. Səmimiyyətlə bizi qarşıladılar. Həmişə qoy inşallah ki Kəlbəcərimizin bütün bu abadlaşdırma işləri ki belə yüksək səviyyədə həll olunur. Xırda çatışmamazlıqlar var, bunlar da inşallah o da düzələr. Və ilk öncə Azərbaycan ordusuna və şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə sağlam can arzulayıram. Amin. Azərbaycan ordusu həmişə mükəmməl, bütün dünya standartlarına uyğun bir ordu kimi yetişsin. Arzuları çoxdur, hər birimiz böyük bir arzu ilə, sevinclə bu gün doğma elimizə, ocağımıza gəlirik, ziyarət edirik. Amma ən böyük istəyimiz odur ki, vaxt gəlsin, biz bu vətəndə hər ocağımızın tüstüsünü hər evimizdə çıxardaq. Mehribançılıqla İnşallah. Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq böyük bir təntənəli tədbirimizi Kəlbəcərdə keçirdək. Və inşallah ki, bütün Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq bizim məqsədimiz, amalımız Kəlbəcərlilərin mehribançılığını, Kəlbəcərlilərin birliyini qorumaq və bu birlik bəhrəsində Kəlbəcərin sosial-iqtisadi inkişafında yaxından iştirak eləmək, bütün Kəlbəcər ictimaiyyətinin və Kəlbəcər cəmiyyətinin həyatına daxil olmaq. Bu bizim ən böyük ümdə arzumuz, hədəfimizdir. Bu yolda hər birinizə uğurlar arzulayıram və Kəlbəcərdə məskunlaşmaq yolunda, daim yaşamaq yolunda hər birinizə bu günə çatmağı nəsib olmasını arzu edirəm. Bir daha hər birinizə minnətdaram. Allah süfrənizi açıq eləsin. Sağ olun. Hoş Və geldiniz. həmişə belə gülər üzlə, həmişə belə zətlə öz süfrənizi qəbul edəsiniz. Bir daha ziyaretiniz kabul olsun.